Herkese salam, mən Hüseyin Salmanov. Bugünkü vlogumuz İstanbulla bağlı. Gedək görək İstanbulun dadlı ləzzətlərini dadaq, gəzməli, görməli yerlərini birlikdə gəzək. Getdik. Pasport kontroldan da keçdik. Yavaş-yavaş təyyarəyə doğru gedirik. Biraz dütfürdən kadrlar çəkim göstərim sizə. Dütfürdə olan ətir qiymətləri 105 avro, 141 avro. 173 avro. Hardasa vurun 2'ye 340 manat. Burada böyle içkiler satılır. Jameson 40 avro 80 manat. Burada sigaretlerdir blok. Bu dəhlizi əminəm ki, hamınız çox sevirsiniz. Çünki bu dəhliz bizə hara aparır? Təbii ki, təyyarəyə. Salam, sabahınız xeyir. Buyurun. Sağ olun. Maraqlı bir şeylə qarşılaşmışıq, göstərim sizə. Pəncərəsi yoxdur. Hər yerin pəncərəsi var. Bizdə pəncərə yoxdur. Təyyarə yeməkləri mənim kimi yəqin ki, hamınız çox sevirsiniz. Bu da bizdə azalda verilən yeməklər. 200-lü yedi içdik, amma adam bu yeyib içməkdən sonra konkret uzanıb yatmaq istəyir də. Təyyarədə təəssüf ki, belə bir imkan yoxdur. Ona görə biznes klass almaq lazımdır. Artıq İstanbul Hava Limanına çatdıq. Uçuşumuz 3 saat 10 dəqiqə çəkdi. Azad hava yolları ilə gəldik. Qeyd edim ki, bileti bir ay əvvəlcədən almışdım və 350 manat almışdım. İndi isə gedirik, maşınımızı götürüb, oradan da otelə gedirik. Şimdi pasport kontrolundan keçib bagajımızı alıb çıxış eləyəcəyik. Gördüyünüz kimi adam çoxdur. Başımıza çox maraqlı bir şey gəlib aeroportda. Bagajlarımızı tapa bilmirdik. Ekranlarda normalda yazılmalıdır. Azərbaycan hava yollarına gələn bagaj hansı sırada olduğunu. Yazmalıdır, amma yazmayıblar. Bir yerdən soruşduq. 17'dədirlər dedilər. 17'də gözlürük, yenə də gəlmir. Bizim bagajları götürüb qoyublar yerə. Görək burada yerdə olmalı. Tava biləcək mi yoxsa? Bagajlarımızı tapdıq. Reisin üstündən götürüb yerə qoymuşlar. Ona görə tava bilmirdik. Nəsə, hardasa bir 40 dəqiqə falan vaxtımız getdi boşuna. Hava limanından çıxdıq. Kiraladığımız maşın kişilərlə 80 tikardan gedirik maşınımızı götürməyə. Aeroportdan çıxırıq, otoparka keçirik, parkovka keçirik. Oradan liftdən yerə düşürük və hansı şirkətdən maşınımızı götürmüşüksə, ora doğru gedib maşınımızın asırlarını təhvil alırıq. Qeyd edim ki, 6 günlük üçün 410 manat ödəniş elədik. Əlavə olaraq da 160 manat depozit saxladılar. O pul təbii ki, geri qayıdacaq. Götürdüyüm maşın arxadadır. Biz normalde dizel götürmüşdük, amma dizel olmadığı üçün bizə benzinlə işləyən maşın verirlər. Olsun, bununla idarə eləyərik. Başlayaq görək İstanbulda hava necədir, yeməklər necədir, İstanbulun haralarını gəzə bilərik, görə bilərik. Getdik, gəldik otelə. İndi check-in edib otela qalxacağıq. Belə bir oteldir, qəşəng oteldir. İstanbul Forum Mall'un yanında yerləşir. Otelin adı Wish Marriott oteldir. Otelə 6 gün üçün 850 manat pul ödəmişik, 2 nəfər. Otaqla qısaca tanış eləyim. Gəldik, yerləşdik. Belə bir otaqdır. Mənzərəmizdə İstanbul Forum tərəfdə qalırıq. Mənzərəmizdə belədir. Sanitar qovşağını da göstərim. Burada sanitar qovşağıdır. Belə. Gələn kimi gəldik Apple servisə. Telefonda bir problem var. Alanda, ekranda qara düşmür. Görün burada telefonumu dəyişdirib yenisini ala bilirəm. Pulsuz təbii ki. Adam çoxdur. Zorlu Centerdəyik bizdə. Axşam ki gəlməmişdən öncə rezerv edirsiniz. Biz rezerv eləmişik. Deməli, Apple servisə gəldik. Apple mağazasına gəldik. Türkiyədə olan mağazası. Mənim ekranımda qıraqda belə bir balaca nöqtə, qara nöqtə düşmüşdü. Əslində onu dəyişməlidirlər. Çünki mən bunu Fransada yoxlamışdım. Demişlər dəyişə bilər. Sadəcə vaxtım olmadığına görə dəyişə bilməmişdim. İndi burada yaxınlaşdım onarım servisinə. Deyirlər biz baxa bilmərik. Deyirəm nə üçün baxa bilmərsiniz? Deyirlər ki, Braziliya və Türkiyə ölkələri pulsuz onarım xidməti göstərmir. Ümumiyyətlə Apple özü səhv eləmirəmsə onların xidməti göstərmir dedilər. Bunun da səbəbi nədir? Dövlət vergi tətbiq elədiyi üçün və Apple deyir ki, sən bizim ölkədə xidmət göstərirsənsə, onun vergisini verməlisən. Yəqin ki, Apple şirkət də bunu qəbul eləmir. Ona görə də razılaşa bilmirlər deyə pulsuz hər hansı bir xidmət göstərmirlər. Heç nə, telefonumuzu dəyişə bilmədik. Şor peşman, gedir yemək yeməyə. Gəlmişik Zorlu Centerə. Biraz buranı gəzək, kəşf edək, sonra gedəcəyik. Təsvir bölümündəyik. Nə qədər adam var. Görə yer tapıb əyləşə biləcəyik.
Gəldik Kayseri mutfağından yemək dedik. Götürdüyümüz yeməklər bulgurdur, belə bir yeməkdir və belə bir salatdır, supdur artıq nədir və sudur. 30 manat bizim puldan pul verdik. Siz də bahadır yoxsa ucuz? Məncə bahadır. Gəldik Günaydından ət dönər alaq, dönərin dadına baxaq. Görək İstanbulda Günaydında dönəri necə verirlər, dadı necədir. 100 qram tombik ət dönər 400 TL-dir. Yapraq ət dönər 425 TL-dir. Biz 400 TL aldıq 100 qram. Aha, sifarişimiz də hazırdır. 400 TL-də hardasa 14 manat falan edir. Dönərimizi aldıq, yeməyimizi yeyək. Zorlu Center'dən çıxaq, çünki burada çoxsu markalardır və biraz bahalı yerdir. Bizə qiymət olaraq münasib yer lazımdır. Oturduq, əyləşdik. Dönəri göstərim sizə, belə bir dönərdir. İçini də göstərim. Tombik dönərdir, ikisi boldur. Qiyməti 400 TL-dir, 16 manat edir. Görə dadı necədir? Dadı necədir? Ətin dadı çox hiss olunur. Öz dadı olur da onun da. O dadı hiss olunur. Bizim Bakıda olan dönərlərdə o ətin dadı çox hiss olunmur. Ona görə çox da düşünürəm, mənim xoşuma gəlmədi. Əti keyfiyyətlidir. İçi boldur. 10 üzərindən 6-7 bal verərəm. Yəni ondan o tərəfə vermərəm. Amma yenə dedim, elə də pis deyil. Sadəcə ətin dadının gəlməyini mən şəxsən çox bəyənmirəm. Amma bildiyim qədərlə burada olan dönərlərin hamısında ətin dadı gəlir. Yəni tuşlar ona ilə çox bəyənir. Belə bir salat da götürmüşük. Salatdır, supdur, nədir bilmirəm. Qaroqdur, ətdir, kartuşkadır, köçdür. Yemədiyim bir şeydir, amma elə də bəyənmirəm onda. Günaydın restoranında 100 qram ət 16 manat eləyir. 16 manata ət dönər yedik. Qiymət təbii ki, yüksəkdir. Bakıda düşünürəm ki, 4-5 manat civarında bu dönəri yeyə bilərik. Bəlkə daha ucuz da tapmaq olar. Dadını çox da bəyənmədim. Bəyənməməyimin səbəbi ətin dadının gəlməyidir. Türkiyədə dönəri belə xoşlayırlar deyə ona görə normal qəbul edirəm. Yəni biz bu şəkildə xoşlamırıq. Ən azından mən o şəkildə xoşlamıram. Başqa da yeməkləri test edib sizlə bölüşəcəm. Zorlu Center'dən ayrılırıq, çıxırıq. Ümumiyyət bir şeyi bildirmək istəyirəm ki, Zorlu Center'də qiymətlər həqiqətən yüksəkdir. Çünki geyimlər olsun, markalarda əksəriyyəti. Ona görə də marka olduğu üçün qiymətlər yüksəkdir. Yəni alış-veriş eləmək istəyirsəm, bura düşünürəm ki, uyğun olmaz. Cibinizə ən azından uyğun olmaz. Daha uyğun bir yerə gedirik. Gedirik İstanbul Forum Mall-a. Gedirik orada qiymətlər necədir. Parkingə 125 TL pul ödədik. 125 TL-də bizim pulla 5 manat eləyir. İndi də gəldik İstanbul Forum AVM'ye. 56 gram şu anda 130 olması lazım. 30 gram kutuyu düşüyorum. 100 Aha. gram olması lazım en az. Gəlmiş deməli Lego mağazasına. Sizdə belə bir kutular var, parçalar var, göstərim sizə. Bunlardan istədiyinizdə ala bilərsiniz, amma bunlar belə deyim, standart parçalardır. Çox da ehtiyac olmayan parçalardır artıq deyim. Siz belə bir kutuda yığa bilərsiniz. Mən hal-hazırda 60 qram yığmışam, əlavə bir 40 qramda, 40 yox daha doğrusu 70 qram da yığa bilərəm, çünki 30 qram qutunun öz çəkisidir. Yığaq, fürsətdir gəlmişkən yığaq aparaq. Düşünürdüm pulsuz olar, amma pulsuz nə verirlər ki, indiki dövrdə? 250 TL, 100 qramına 250 TL, 10 manat yəni pul ödədim. İstanbul Mall'dan çıxdıq, acımızdan ölürük. Saat neçədir? Saat 11-dir. Restoranlar falan da bilmədik hardadır. Elə dedi, otelin yanında bir dənə tantuni var. Buradan tantuni dadına baxaq görək necədir. Belə şirin bir yerdir. Gourmet tantuni kokoreç. Qiymətlər belədir. Tantuni 6 manat, köftə 12 manat, tantuni dürüm 12 manat, tavuk tantuni ekmek 6 manat. Belə qiymətlər 6-12 manat arasında dəyişir. Ayran 50 TL 2 manat. Daha doğrusu Fanta 2 manat, ayran 40 TL 1 manat 80 qəpik falan. Belə. Burada hazırlayırlar belə bir yerdir. Teşekkür ederim. Lavaşlar. Tantunlərin 6 manatdır. İşlərin belə böyük. Bizdə bəlkə də bunun yarısı qədər olur. Aramızda sağ. Tantunun yanında en sevdiğim biber. Ben çok seviyorum bu biberləri. Bakının tantunilərlə müqayisə edəndə mən Türkiyədə verilən, İstanbulda verilən tantuni sözünü açıq bəyəndim. Nəyinə görə? Qiymət düzdür 6 manatdır, amma həqiqətən çörəyi lavaşı bəlkə də 3 dəfə bizdə verilən tantunidən böyükdür. Həqiqətən böyükdür. Bizdə yemişəm bunu, amma bunun yarısı qədər verirlər. Özdə nazik lavaş olur. İçində də az qoyurlar. Və dadı bizdə olan tantuni ilə demək olar ki, eynidir. Nə əksi var, nə çoxu var, amma porsiyon çox olduğuna görə mən
Bunu bəyəndim. Mən Bakıda olanda tantuni 3 dənə yeyirəm. Demək olar ki, doyuram, amma burada bu biri mənim belə deyim, ponu doydurur, hətta artıq da qalır, amma Bakıda 3 dənə yeyəndə bəlkə də tam doymuram. Belə tantunilərini bəyəndim. Dönərlərini bəyənməsəm də tantunilərini bəyəndim. Xoşuma gəldi. Qiymət olaraq da 10 üzərindən 9 verirəm. Qədər.